Hadisə necə baş verib? Bir dənə mümkünsə deyərsiniz. Nə hadisəsi var? Yanğın da yanğın. Özüm yandırmışam. Niye yandırmışsınız daha Özünüz evi? nəyə yandınız? Oğluma qalmasın. Arvadıma qalmasın. Niye? Üstünden bir yerde yaşamırlar ki. Hacı nə tutmuşsan buna? Nəyə görə yandırmısınız da evi deyirsiniz? İstəmirəm ki, oğluma, arvadıma qalsın. Sumqayıtda yanğın hadisəsi baş verib. Hadisə şəhərin Qurddərəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. Belə ki, mənzilin zirzəmisində və həyətyanı sahədə olan yarımtikilidə yanğın baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Polis əməkdaşları tərəfindən isə ərazidə təhlükəsizlik tədbirləri görülüb.